O 1940-cı ildə Lənkəran rayonunda musiqiçi ailəsində anadan olub. Muğamın sirlərini hələ uşaq yaşlarından atasından öyrənib. Hərçənd ki, valideynləri onu həkim olaraq görmək istəyirdi. Bu məqsədlə onu tibb texnikumunda təhsil almağa da məcbur etmişdilər. Amma o, qəlbinin səslədiyi yolla gedərək təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində davam etdirdi. Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının sirlərini öyrənərək uğrunun izi ilə irəlilədi. Xanəndə muğam operalarında bir sıra yadda qalan obrazlar yaratdı. Leyli və Məcnun, Şah İsmayıl, Aşıq Qərib operalarında rol aldı. Səmərqənddə keçirilən Şərq Musiqi Simpoziumunda və Kulbişevdə Şərq Xalqlarının Musiqi Festivalında böyük nailiyyət əldə etmişdi. Hazırda isə muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Muğam Sənəti Kafedrasının müdiri vəzifəsində çalışır. Beləliklə, studiyamıza şöhrət ordenli xalq artisti Canəli Əkbərov gəlir. Canəli müəllim, xoş gəlmişsiniz. Xoş gününüzə gəlmişəm. Neçə ildir kamera qarşısındasınız? 1964-cü ildən bugünə qədər. Həyatımda ən çox qorxduğum nədir? Verilişi çəkərik, bitirərik, sonra yazılmaz. Buna görə sizə müraciət ediblərmi? Gəlin yenidən lentə alaq deyə. Yox, yadıma gəlmir elə şeylər. Birbaşa oxumuşam, birbaşa çəkilmişəm, birbaşa görmüşəm evimə. Yəni, sözümün canı budur ki, mən tənbəl ifaçı olmamışam. Heç vaxt, heç vaxt, heç vaxt. Yəni, onu necə müəyyənləşdirmək olur ki, tənbəldir bu ifaçı, yoxsa qoçaqdır? Baxanda ayıra bilirsinizmi? Bəli. Məsələn, necə? Hansı xüsusiyyətlərə görə ayırırsınız? Əslində, bu tənbəl ifaçıdır, bu isə qoçaq ifaçıdır. İfalarından bilinir də, qıvraq səsli insanlar o saat bilinir. Bu artıq pişikər rəyidir. Bəli. Çünki, gözəl, mən 63-cü ildə gəldim Asaf Zeynallıya, imtahan verdim, qəbul olundum və ilaxır və ilaxır. Sonra mən Filarmoniyada keçirilən müsabiqədən keçdim. 150 adam arasında, 50 adam deyəndə ki, 150 tələbə arasında birincilik qazandım. Onda Rauf Hacıyev, gözəl bəstəkarımız, gözəl insan, Filarmoniyanın direktoru idi. Mənim əmrimi o həmin gün verdi solist Filarmoniya. Əgər o bayaq dediyim keyfiyyətlər məndə olmasaydı, o çeviklik, yəqin ki, bu mənə elə gəlir ki, alınmazdı. O vaxtın xanəndələri, xanım xanəndələri səfərə getdikləri zaman sizin üstünüzdə dava edilmişlər. Kim aparacaq deyə. Dəqiq. Çox gözəl bir sualdır, özdə halal sualdır. Mənim aləmimdə halal bir sualdır, halal da cavab verirəm. Rəhməti Şövkətlə Sara xanım, Kəzban xanım, Rəhilə xanım, Fatma xanım, bu 3-4 xanımlar mənim üstümdə qırğına çıxardılar. Şövkət deyərdi ki, Sarış, bu cavan oğlan mənlə gələcək. Hələ heç adımı da dəqiq bilmirlər. Vallahi, Allah haqqı. Allah onları qəni-qəni rəhmət eləsin. Sarış deyərdi ki, Şoşi, sən nə danışırsan? Mən ona afişə salmışam. Belə şeylər çox olub həyatımda. Amma hamısına rəhmət oxuyuram. Bəs siz hansı ilə getməyi üstün tutardınız? Heç biri dünyada olmadığına görə daha ədalətli və düşünürəm, obyektiv cavab verəcəksiniz. Tamam doğrudur. Mən ədalətli adam olmuşam. Ona görə məni seviblər. Nə mənada? Mən heç vaxt Sara xanımdan aparıb Şövkət xanıma bir xəbər vermədim. Ki, Şövkət xanım, o gün durmuşdum onun yanında. O sənin haqqında bu sözləri dedi. Tövbə. Amma deyirdilər, hə? Yadımda qalmayıb.
Yadımda qalmıyor. Ya da ki, Fatma xanım desin. Amma insan, hər kəs öz sənətin müqabilində klas göstərirdi. Hərəsi öz sənətin müqabilində heyrətamiz ifalar. Rübabə xanım çox gözəl ifaçı idi. Mən Rübabə xanımla ilk qastrolum onunla olub. 1964-cü ildə. Rübabə xanımı ilk dəfə görəndə buna ad qoymuşdum ki, səhnə pələngi. O qədər çevik idi, o qədər cəsarətli idi. O göstərdiyi jestlər bir-birini tamamlayırdı. Buna görə mən sevinirəm ki, xanım xanəndələri arasında onlarla çox insani münasibətlərim gözəl olub. Və talih elə gətirdi ki, bunların hər biri mənim evimin adamı oldu. Mənim evimə gəlib getdilər. Sarış gələrdi, biz ona sarış deyərdik. Gələrdi mənim bağlarımdan, böyük qızım müəllimə deyindi, adı Sevinç. Zəng alırdı ki, papa, Sara xala bizdədir. Onda uşaq edilər. Bayaq da Şövkət xanım, bayaq da Rubuş, Rübabə xanım, Tükəzban xanım. Yəni bunlar hamısı mənim evimin adamı olublar, mənim evimdə özlərini çox sərbəst hiss ediblər. Allah onları qani-qani rəhmət eləsin. Sevinirəm ki, həyatda, sənət aləmində onlarla mənim şəxsi insani kişi münasibətim çox olub. Mən onlardan çox qastrolda olmuşam. Azərbaycanı qarış-qarış gəlmişəm. Qonşu dövlətlərdə, respublikalara çox gəlmişəm. Bunlar məndən heç o dünyada da narazı olunmurlar. Sizin onları çox belə gözəl xarakterizə etmək qabiliyyətiniz var. Yəni onları, həmin o ifaçıları elə gözəl xarakterizə edirsiniz ki... Tükəzban xanımda kişi xasiyyətləri çox idi. Mərd, qadın idi. Mən onunla Maxaçqalada qastrolda oldum, sizi inandırım. Bacı qardaş kimi. Şövkət xanımın evinə gedərdim, gələrdim. O xəstəxanada yatdı, Leçkambisiyada, köhnə Leçkambisiya. İndiki klinik xəstəxana. Mən getdim onun yanına Sara xanımla ki, ona baş çəkəm. Dedilər ki, bəs, Canəli müəllim, Sara xanım gəlir, amma hayır ki, Şövkət xanım yoxdur, getdi evə. Getdi evə. Biz oradan mindik mənim maşınıma, gəldik Şövkət xanımın evinə. Oğlu vardı Bəşir, Bəşir ağa deyərdi. Onun evində yaxşı bir gəlini vardı. Oğlunun həyat yoldaşı idi. Bizə çay düzəltdi, oturmuşdu belə divanda, ayaqlarını yüz üstəm qaldırıb koymuşdu mizin üstünə. Ayaqlarında bir baca şişkinlik vardı Şövkət xanıma. Yəni, biz sizi inandırım, mən öz payıma düşəni danışıram. Ana bala kimi, oğul bacı kimi belə münasibətimiz olub. Onun da Şövkət xanımla Sara xanımın şəxsi münasibətləri əlçatmaz zirvə idi. Aydındır. Bəs həyat yoldaşınız qısqanmırdı mı sizi belə get-gəlli olduğunuza görə? Bir dəfə Cənab Prezident mənə ev bağışlamışdı. Allah canına dəyməsin. Allah onu bizə, bu xalqa, bu millətə, bu ölkəyə çox bilməsin. Kanalların birində gəlib məni çəkdilər, mənim təzə evimdə, mübarəkbadlıq filan bəsməkan. Nazpəri də buradadır. Bir də gördüm ki, evin bir küncündə bu yoldaşımı qısnayıb ki, xanım, bəs sizin yoldaşınızı orada-burada öpürlər, sən qısqanmırsan buna? Dedim, sən o yazığı niyə belə incidirsən? O heç bilir ki, qısqan sözünün mənası nədir? Kənd qızıdır. Hə? Kənd qızıdır. Hə. Bəs niyə şəhər qızı almadınız? Heç nəyi bilməsin, görməsin, mən də rahat həyat yaşayayım. Ona görə mi? Bilirsiniz də vəziyyət. Mən onu atam mənə alanda mən evdə də olmamışam. O necə olur? Hə, evdə də olmamışam. Alıb, atam da mənim Allahımdır. Mən atamın üzünə qayıda bilmərəm ki. Və ona yox deyib, atama mənfi bir cavab
ki, desinlər ki, ayıb olsun səndən ötürü. Sənin oğlun sənin sözünə qulaq asmayıb ki. Belə şey yoxdur. Deməli, 59-cu il oktyabrın 17-sində həyat yoldaşımla ailə qurmuşam. O gündən bu günə şükür Allaha işimiz əla, mədəniyyətimiz əla, balalarımız bizim sözümüzdən çıxan deyil və ilaxır və ilaxır. Yəni, dedim mənə, o yazıq heç bilir ki, qısqanclıq sözünün mənası nədir? Sən mənlə danış. Yəni, elə şey bizdə yoxdur. Yəni, mən deyim ki, sən niyə elə o yana baxdın, o mənə desin ki, sən niyə bu yana baxdın? Tövbə, elə şey yoxdur. Mən dünyanı gəlmişəm, gözəl. Savadsız qadındır, amma mən həmişə ona deyirəm ki, sən savadsız olsan da, nəyə görə bunu deyirəm, onu da deyərəm indi. Mənim həyat akademiyamı bitirmişsən. Nədir bu həyat akademiya? Maestro Niyazinin qabağına süfrə sərib. Xan Əminin, Xan Şünsinin qabağına süfrə sərib. Saranı dedim, Tükəzbanı dedim, Rubuşu dedim, hamısının rəhmətli Əbülfət Əliyev, hamısının qabağına bir insani süfrə sərib. Nətər pis olmalıdır. Ümumiyyətlə, Caner müəllim, bax belə savadsız xanımlarla ailə qurmaq yaxşıdır, yoxsa savadlı qadınla ailə qurmaq? Akademiyanız nə deyir? Bilirsiniz necədir vəziyyət? Ayıq xanımlar öz ərlərinin nəfəs almaq qabiliyyətini də anlayırlar. Həssas gərək olasan, həssas. Kinin baxışını oxuyasan gərək. Bu da mənim baxışlarımı oxuduğu üçün, oxuya bildiyi üçün, hələlik şükür Allah, hər şey yaxşıdır. Ümumiyyətlə deyirlər ki, həyatda əylənmək üçün yox, öyrənmək üçün gəlirik. Həyatda nəyi öyrəndiniz? İndi geriyə baxanda düşünürsünüz ki, bax, bu mənim qazancımdır. Bu mənim öyrəndiklərimdir. Günay xanım, geriyə baxıb hər şeyi təzədən qaytarmaq da olmur. Bir dəfə bir jurnalist xanım mənlə müsahibə alanda dedim, mən Lənkərandan gəldim, mən Lənkərandanam. Mən Lənkərandan gəldim, heç kəsim yoxdur. Bir arxam, bir dayağım yox idi. Özümə həm ata idim, həm ana idim, həm qardaş idim, həm əmi idim. Xruşovun aclıq illəri idi o dövrdə. Sizə nəsib olmasın. Valla, o dövrdə kirayəşək qalıram. Amma bu xanım jurnalist məndən müsahibə alanda dedi ki, necə oldu ki, sən gəlib bu mərtəbə çatmısan? Dedim, xanım, bunun necəsi budur ki, mən gəldim Bakıya, Bakını tanımırdım. Hiss elədim ki, mən düşmüşəm Sakit Okeana. Sakit Okeanda tək başıma üzürəm. İndi bu xanıma deyirəm. Bir qədər üzmüşdüm ki, gördüm bu dənizdə akula da var, nərə balığı da var, kilkə də var. Mən Allahın mənə verdiyi sağlam ağıldan istifadə edib, özümü sahilə sağlam çatdırdım. Əgər o Allahın verdiyi ağıl mənlə yoldaş olmasaydı, təbii ki, mən dənizdə bata bilərdim. Atam, anam məni həkim görmək istəyirdilər. 16 yaşımda anamı itirdim, qaldıq evdə yetim. Amma mənim rəyim, mənim ürək arzularım mənlə yoldaş idi həmişə ki, mən həkim olum. Anam ki, dünyasını dəyişdi, mənim atamın kamatçılanı vardı. İsmail xan Talışınski, Lənkəranda Davud xanın nəvəsi idi. Çox abır isməti kişi idi, çox və çox. Allah onu bizə çox bildi. O məni apardı Lənkəranda tibb texnikumuna saldı. Oranı fərqlənmə diplomu ilə bitirdim. Və o fərqlənmə diplomu ilə mən Lənkəranın bir neçə kəndində
həkim məntəqələrində işlədim. Lənkəranda xəstəxanada işlədim və sonra 63-cü ildə atamın xəbəri olmadan, bilirsiniz, istedad insana güc gələndə gəlir. İstedad məni rahat buraxmırdı ki, mən müğənni olmaq arzusundayam. Bu da gəldim Bakıya, girdim Asaf Zeynallıya. Gizlincə. Ha? Heç Bakının yollarını tanımırdım. Demək, istək olanda atanın da sözünə baxmırlar canım. Ha, bəli. O cür nə istək məndə vardı ki, o istəyi mən indi, nə bilim, verdim Asaf Zeynallıya, imtihanı götürdü məndən Əhməd Bakıxanov, Seyir Şunski. İki nəhəng, Azərbaycan musiqisinin iki nəhəngi məndən müsait. Ay sənə qurban olum, çıxdım, elə durmuşdum qapıda, Asaf Zeynalının ikinci mərtəbəsində 17 sayılı böyük bir belə bir zal, sinifdir. Dedilər ki, Canəli müəllim, Əhməd müəllim deyir ki, o indi oxuyub qutaran oğlan məni gözləsin. Mənsiz gedməsin. Qaldım xeyləm, bir də gördüm ki, Əhməd müəllim gəlir. Dedim, məni tanıyar. Dedi ki, o indi oxuyub çıxan oğlan kim idi? Dedim, mən idim. Mənlə gelirsən bizə. Sizi inandırım, getdim onlara, o götürdüğü öz tarını sulaxayı çalırdı. Bir var belə çalasan, bu isə belə çalırdı. Sulaxayı əllə çalırdı. Çaldı çox gözəl, dedi ki, durma bu saat, get filarmoniya. Orada Əliağa Quliyev var. Mənim tələbəm olub. Həm də mənim konsertmeysterimdir. Ona deyən ki, məni Əhməd müəllim göndərib sizin yanınıza. Bax, belə günləri görmüşəm. Getdiniz dediniz? Getdim, dedim o saat, inan Allaha elə bir böyük bir nəhəng bir adamın sifarişini gətirdim. O dövrdə, bilirsiniz, indi biraz başqa cürdür. Amma o dövrdə Əhməd müəllimin sifarişi, Xan Şünskinin sifarişi, Seyid Şünskinin sifarişi, bunlar hamısı qəbul olunmuş sifarişlər idi. O dəqiqə aləm dəydi bir-birinə tez. Mənim üçün deyəcəklər, Tar Kamança gəldi, o gəldi, bu gəldi, Rauf Hacıyev. Nə oxuyursan? Dedim, rast muğamını. Atam ki, xanəndə idi, mən muğamları çox gözəl bilirdim. Bəs nə istəmirik ki, siz xanəndə olasınız? Atam bilirdi ki, mən, oğul, sizin sualınıza dürüst cavab verirəm, çəkinmədən. Deyirdi ki, mənə bir gün ağlayan görmədim. O cür nəhəng səsli bir xanəndə mənə bir gün ağlayan görmədim. Buna görə mən səni həkimliyə qoyuram. Buna görə. Amma indi talih elə gətirdi ki, buradan mən yoxlanışdan keçdim və şirin oxuduğum yerdə Tarçalanın da indi sağdır, 95 yaşındadır. Firudin Ələkbərov, əməkdar artistdir. Bəli. Hə. O mənim üçün çalanda gözəl çalırdı. Habil Əliyev rəhməti gəldi. Heç o məni tanımır, mən kiməm? Bəli. Dedi ki, ay canım, bu yazda uşağı niyə incitirsiniz? Firudin, bu hazır xanəndədir ki, özüm ölüm. Hazır xanəndədir ki, bunu incitməyin. Dur bana, dur. Sən xanəndəsən. Görürsünüz canım, həqiqət öz yerini tapır. Mən Filarmoniya solisti seçildim və işə başladım. Aydındır. Reklamlara keçid alırıq, daha sonra buradayıq. Üç kızım vardı, 2 oğlum. Kızım biri getdi, qaldı 2 qız, 2 oğlan. Məni qoydu tək. Çox hayıflar olsun. Elə balamın itirməsi mənə dağ çəkdi. Necə yaranmışdı, necə həyata vəsiqə almışdı, müəllimə işləyirdi.
Elə də dünyasını dəyişdi. Caner müəllim, istəyərdim ki, Habil müəllimlə bağlı hansısa bir lətifə varsa onu danışasınız. Çünki çox duzlu, məzəli bir insan idi. Hə, duzlu məzəli idi. Bizdə bir tarçalan vardı, Fərman Hüseynov. Şirzad Hüseynovun oğlu. Şirzad Hüseynov da operada bugün Koroğlunu oynayıb, sabahsı gün Leyli Məcnunu oynayıb. Bəli. Belə bir adam idi. O qədər istedadlı yəni. Hə, bəli. Bəli. Birində klarnetçalan vardı, Novxanıdan. Bunlar gedərlər Yasamal qəbristanlığında özlərinə qəbir qazdırarlar, Fərmanla Kamal. Qəbrin içində düzəldərlər, qəşəng səliqə abra salarlar, üstünü örtərlər, gələrlər Filarmoniya. Biz də oturmuşduq, belə dairəyə oturmuşduq belə. Biri qayıtdı ki, Habil müəllim xəbərim var. Deyir, qağa, nə olub? Deyir, Habil müəllim, Fərmanla Kamal özlərində qəbir qazdırıblar, qəbir də hördürüblər, gəlirlər bura. Doğruda, bəli, biz görmüşük. Da onların burada nə işləri var? Elə geçsinlər orada. Çox baxmaca adam idi. Bəli, olduqca. Bir dəfə Amerikaya getmiş Habil müəllim, Amerikada qastrola. Onda da lift Azərbaycanda yox idi. Yəni o dövrlərdə idi. Baxdılar ki, bu nə qəribə bir şeydir. Rəhmətli Elçin Cəlilov var idi. Xatırlayırsınız da bunu ifaçının. Bəli. O hansı liftə minirmişlərsə, tez liftin düyməsini o basırmış. Hər dəfə mindikcə imkan verilmiş ki, başqa ifaçılar da bir baxsın, görsün o düymə necə olur. Axırın Habil müəllim qayıdıb ki, Elçin, bala, bildik, müğənnilər arasında ən yaxşı lift sürən sənsən. İnsan dünyası dəyişəndən sonra o insanın qədrini daha çox bilir. Keşke zamanında bilsəydim deyə özünü bir qınayır. Hansı ifaçının getməyinə çox təəssüflənirsiniz? Mən misal üçün tar aləmində Hacı Məmmədovun vaxtsız gedişindən çox peşman oldum. Çox mənə pis təsir elədi. Çünki Hacı Məmmədov tar ifaçılığında bir obraz yarattı. Hacı Məmmədov tarda not sistemini gözəlləşdirdi. Hacı Məmmədov gözəl sənətkar idi, gözəl də ata idi öz balalarına. Xoşbəxt insansınızmı Canəli müəllim? Mən özümü xoşbəxt sayıram. Yəni, necə ölçülür sizin üçün? Hansı kriteriyalara əsasən düşünürsünüz ki, siz xoşbəxt insansınız? Mən xoşbəxtəm ona görə ki, Allah mənə sağlam ağıl verib. Mən ağıldan xəstə deyiləm. Allah mənə ağıl verib ona görə ki, mən gəldim bu mövqeyə çatdım. Ağlımdan istifadə edərək. Oldum, üzr istəyirəm, xalq artisti. Ulu Öndərdən şöhrət ordeni aldım. Bəli. İlham Əliyev cənablarından şərəf ordeni aldım. Teatr xadimləri ittifaqından aldım ustad medalı. Bəs edəmir. Adama bunlara həsrətdir, amma mən almışam. Bəs ata kimi necə? Xoşbəxtsizmi? Bəli, mənim balalarım, 14 nəvəm, 14 nəticə varımdır. 5 övladım. Övladlarımın biri həyatdır da, hər şey olur. Dünyasını dəyişdi vaxtsız. Amma 3 balası var. Balasının biri həkimdir, cərrah. Biri Avstriyada, Viyanada magistraturada oxuyur. Biri də evdədir. Niyə rəhmətə getdi? Bilmədim valla. Xəstələndi, daha yer qalmadı, apardıq, ora bura. Əmələ gəlmədi də, onun da taleyində o varmış.
Xəstəliyi bilindirmi? Nədən əziyyət çəkir? Bəli, apardım Əhlimanın yanına. Bəli, Əhliman Əmraslan. Bəli, bəli. Yaxşı kişidir, yaxşı insandır. Çox yaxşı insandır. Hə, çox. Məni çox istəyir, mən də ona çox böyük hörmətim var. Vaxtilə Tibb Universitetinin rektoru idi, hazırda millət vəkilidir. Bəli, 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 bəli. Yəni, dedi ki, Can Əli, iş pisliyə doğru, yəni pislik o mənada ki, bu düzəlmən bir şey oxşur. Sizi inandırım, mən qızımın ölüm gününü onun simasında görmədim. Necə yaranmışdı, necə həyata vəsiqə almışdı, müəllimə işləyirdi. Elə də dünyasını dəyişdi. Mənim üçün böyük dağ olub, çox böyük dağ. Heç kəsə mən duymaram ki, o övlad dərdi çəksin, övlad, nə bilim, 3 qızım vardı, 2 oğlum. Qızım biri getdi, qaldı 2 qız, 2 oğlan, məni qoydu tək. Mən elə deyərdim. Məni qoydu tək. Çox hayıflar olsun. Elə balamın itirməsi mənə dağ çəkdi. Allah heç bir valideynə övlad dərdi, bəlası göstərməsin həqiqətən. Heç bir valideyn elə sınağa çəkməsin. 2 uşağım vardı Lənkəranda. Bakıya köçəndən sonra da 3 uşaq burada əmələ gəldi. Amma ki, fayda ki, biri tez dünyasını dəyişdi. Elə. Allah rəhmət eləsin. Allah eləndə rəhmət eləsin. Kafedra müdürüsüz, istedadlı uşaqlar varmı? Var, çoxdur. Çoxdur. İndi bu yaxınlarda tələbələrimdən ibarət Beynəlxalq Muğam Mərkəzində konsert proqramına hazırlayırıq. Siz özünüz də o çıxış eləyəcəksiniz? Təbii, təbii. Zaman keçdikcə insanın səsində dəyişiklik əmələ gəlir. İfanızda problem olmayacaq ki? Hələ də şükür Allah, səs mənim tabeliyimdədir. Biraz qrip incitdi bu arada məni. Səhərdən öskürdüm, xırda-xırda. Xıripli öskürək. O qripin əlamətləridir. Gənclərlə bağlı sizi narahat edən məqam hansılardır? Mən deməsəm olmaz. Deyəndə də gərək sülhün qanadlarını kəsməyəsən. Bilirsiniz, mən əvvələn xanəndə oğluyam. Atam monumental xanəndə idi. Monumental səs tablosunun yəsi idi. Bu bir. İkincisi, özüm körpə vaxtımdan bu işin ağırlığını öz çiynimdə daşımışam. 2. Üçüncüsü, mən sənətdə nəhənglərin nazını çəkib, onların ordularının əskəri olmuşam. Kimdir bunlar? Dediyim Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov, Mütəllim-Mütəllimov. Siz çox cavansınız. Mən mütəllimlə yol gedəndə siz həyatda o hepsi hələ yox idiniz. Zülfi Adıgözəlovla, atamla gedərdim yanına. Mən də muğamatın dəlisi olmuşam da, belə laf lori danışıram. Xan mənim evimin adamı idi. Mən də onun evinin adamı idim. Xan elə xan idi də. Xan Şuşinski bizim muğam aləminin sərkərdəsi idi. Səs dünyamızın səltənətinin bayraqdarı idi. Bizim psixologiyamızda belə bir məqam var. İnsan dünyadan köçdükdən sonra onu dəyərləndiririk, onu anlayırıq. Zamanında deyil. İndi düşündüyünüz zaman varmı gələcəkdə, bax bu insanlar sənətkar idi, necə gözəl səsi var idi, bu müasir Seyid Şuşinski idi, bu Əhməd Bakıxanov idi deyə, varmı elə fikrinizdə olan insanların adları? İnşallah olacaq. Yoxdur demək ki. İnşallah olacaq. Niyə olmur bəs?
Bu çaya gələn su biçində gələcək. Elədir ki, zamanla deyək, məsələn, necə nəhəng yazıçılarımız var idi, dövr dəyişdikcə, ola bilər o cür nəhəng yazıçılar bir də gəlmədi, Nizami Füzuli, məsələn, onun qədər olanlar olmadı. Amma indi, məsələn, bizim Anarımız var, Elçinimiz var, Çingiz Abdullayevimiz var, Ramiz Rövşənimiz var. Bax, bunu mən anlayıram ki, bunlar da bu dövrün nəhəngləridir. O baxımdan varmı indi həmin o nəhənglərdən deyə soruşdum sizdən. Nəhənglərdən... Bəlkə var demək istəmirsiniz. Bir incəsənət nümayəndəsi digər incəsənət nümayəndəsinin adını çəkmir. Var belə hala rast gəldim. Məsələn, müəllim öz tələbəsinin adını söylədi, amma daha sonra verilişdən sonra xahiş elədi ki, onu çıxardım. Kim? Amma adını söyləyə bilmərəm. Mən o məxfiliyi qorumalıyam və qoruyuram. Bəlkə bu baxımdan ad açıqlamaq istəmirsiniz. Sizə sayğı duyuram. Yəni... Bilirsiniz, cavanlardır da, cavanlardır. Elə cavanlar var ki, bugün onların muğam ifaçılığında səsləri bəsqadan qədər var, amma sözün bədilik baxımından tələffüzünə o qədər əhəmiyyət vermirlər. Canəl müəllim, şəkilləri bəyəndiniz? Çox gözəldir. Ən çox hansı sizin xatirinizdə, yaddaşınızda hiss alıb? Bax, orada şəklim var. 24 yaşındayam. Allah, 24 yaşında. Bəli. O şəkil isə mən kətdə olanda çəkilib. Sizin arxanızdakı. Bəli. Amma bu şəkillə mən Filarmoniya solisti idim. O şəkil Şvetsiya mən qastrollar yollandım. Polad Bülbüloğlu'nun vəsadəti ilə. Bu şəkildə elə belə çəkdirdim. Buna özüm ad qoymuşam. Mikhailov Gorovi. Hə, oxşayırsınız, torpaqsan yaşayırsınız. Oxşarlığınız var biraz. Var. Bəs bu şəkil? Bu şəkil mənə əməkdar artisti adı veriləndə İlham Rəhimli Bəli. və Əhmədi Ələbbas Qədirov. Mənə zəng çalındı ki, haradasan? Dedim, mən evdəyəm. Dedi, durma, gəl Azvırnəşin qabağına. Amma gələndə yanında konfezat olsun. Bilmirdiniz, adı almışsınız? Tövbə bildim. Ki, gəldim, dedilər ki, əli ver bizə, əli verdim. Səni təbrik edirik. Dedim, nə ilə bağlı? Dedi, sənə ad verirlər, əməkdar artist. Sənə Əlbaya verilib xalq artisti, Həbib Bayramova verilib xalq artisti, Əliyə Quliyevə verilib xalq artisti. Dedim, çox gözəl, çox gözəl. Bunlara bir çay qonaqlığı verdim. Həmin günün səhərisi bu şəkil çəkdirdi. Özümün də xoşuna gəlir. Neçə yaşınız olardı? Cavan idi. Amma yaşlı görünürdünüz orada. O yaşlıdır. O da Əsli və Kərəmdə. O da isə Leyli və Məcnunda. O şəkil də kətdə ikən cavan olanım. Hələ Bakıya gəlməmişəm heç. Son zamanlar Leyli Məcnunu, Əsli Kərəmi izləyirsinizmi? Opera və balet teatrına gedirsinizmi? Yox. Niyə getmirsiniz bəs? Getmirəm. Teatra da getmirsiniz, Azramaya da getmirsiniz. Dəvət olunanda gedərəm. Bəs niyə? Bilet alın, gedin, baxın, sizin dövrünüzdə necə oxuyurdunuz, indi necə oxuyurlar, iradınızı bildirin, xoş sözünüzü söyləyin, sənətkar sözü də. Yox, dəvət edərlər, adam gedər. Dəvət edəməyəndən sonra hara gedirsən? Kimin toyuna gedirsən? O da var axı. Özlərindən çox razı müştəbək cavan müğənnilərimiz var. Özlərindən çox razı müştəbək. Bu da var. Bu şəkillərdən hansını sizə hədiyyə eləyim? Hədiyyə eləyəsən? Bəli. Hansını? Elə o şəkili. O şəkli. Elə bu şəkili. İkisini mi? Hə. Bəlkə hamısını? Hə? Bəlkə hamısını? Bu da sənin səxavətindən elə gəlir. O da bütün şəkilləri sizə hədiyyə eləyirəm. Çox sağ olun. Reklamlara baxaq, daha sonra verilişimiz davam edəcək. Səndən çörək yiyələr, səndən istiqamət alalar, səndən tərbiyə alalar, sənə tərbiyəsi. Sonra sənə qarşı
öz mövqilərini nankörlükdən dəyişələr, mən elə adamları sevmirəm. Tərbiyəniz bu idi. Bu idisə niyə mənə deyirdiniz ki, mənə atalıq elə. Sizin cibinizə pullar qoyurdum. Mən sizə qarşı nankör olmamışam. Siz mənə qarşı niyə nankörlük elədiniz? Xoş günləriniz yoxsa kədər dolu günləriniz həyatınızda üstünlük təşkil edir? Ata yurdumda mənim evim zadım yoxdur. Amma özümə bir ev tikdirdim. Keyfin istəyən. Hamınızı o dəvət edirəm, hamınızı. Villadır. Bəli. Neçə mərtəbədir? 2-3 mərtəbə. 2-3, o nətər olur? Ya 2 mərtəbə olur, ya 3 mərtəbə. 2-3 Gəlib nədir? görəsən. İnşallah. Bütün sizin işlərinizi ora dəvət edirəm. Vallahi. İnşallah, inşallah. Hə. Gedirsiniz həmin o yerə? Bəli. Ora gedəndə hərdən atam, anam yadıma düşür. O yolda ki, ev tikdirmişəm, o yolda mən piyada gedərdim. Qonşu kəndə orta məktəbi qutarardım. Bax, geriyə baxıram, orta məktəb dövrümü anlayıram, yadıma salıram. Mənlə məktəbə gedib gələn şagird yoldaşlarımı yada salıram. İndi onların həyatda çoxları yoxdur, çoxları var. Görüşürsünüzmü yoxsa? Bəli, bəli, bəli. Budur ki, sənə qurban. İndi orada kim qalır bəs həmin o evdə? Bəli. Həmin o evdə kim yaşayır? Həmən o evdə bu saat o evə baxan var, mənim baldızımdır. Həyəti cənnət məkana döndərib. Yayda gedirsiniz ora. Yaydan yay. Amma elə bir də mən elimdən, obamdan özümü ayrı salmıram. Elimdən, obadan hüzur yerləri, şad günləri olanda mütləq gedib dəyib qayıdıram. O eldən, obadan yeganə xanəndəyəm çıxmışam ki, dövlət səviyyəsində həm dünyanı gəzmişəm, həm də dövlətin sevimli nəğməkarı olmuşam. Bu da var. Mən özümü övmürəm, ondan da acığım gəlir. Amma fakt nə litso. Fakt var da, mən şükür Allaha aciz adam olmamışam, çevik adam olmuşam. Sənətdə, insanlıqda, dostluqda, xeyir-şərdə mənim tayım, bərabərim olmaya mən deyirəm ki, yoxdur. Cənəl müəllim, ölümdən qorxursunuz? Ölümdən? Bəli. Ölümdən kim qorxmur ki? Ölümdən qorxmamaq cinayətdir ki. Allahın bəxşəyişidir o. Amma əvvəl adam elə düşünür ki, uzun illər yaşayacaq. Amma yaş keçdikcə, illər arxada qaldıqca qəribə hisslər insan keçirdir, düzdürmü? Bax, hansı hissləri yaşayırsınız indi? İndi nə mənada, o indi sözünü nə mənada deyirsən? Hazırda. Hazırda. Mən Neçə il yaşamaq istəyirsiniz, məsələn? mənə deyirlər ki, olur da, bunun içində xanım da var, kişi də var, salam mələk elədiyimiz insanlar da var. Sənə 100 yaş arzu edirəm ki, 100 yaş yaşayırsan. Ben bura bax, ağlın üstündə olsun. Mən buna deyirəm, ağlım üstündə olsun. 100-ü nə edirəm? O 100 ki, mənə eyib gətirəcək, həmin 100-ü istəmirəm mən. Nə eyibdir? Üzr istəyirəm, 1000 dəfə bəlkə buna ehtiyac yoxdur, amma deyirəm, 100 yaşımda mənim ki, gözümdən su axacaq, ağzımdan su axacaq, nə bilim, öz danışığımı bilmərəm, elə yaş mənə lazım deyil. O yaş mənə lazımdır ki, abur ismətlə dünyadan köçən. Həyalı dünyadan köçən. 78 yaşın içindəyəm. Martın 10-unda 78 yaşın tamam olur. Bunun ardı indi necə olacaq, necə olmayacaq, onu sən və mən bilmərik. İndi Allahın qismətində nə varsa sənin üçün, sənin ünvanın üçün, onu görəsən. Deyirlər ki, həyat bir imtihandır. Bəli. Götür-qoy etdiyiniz zaman, çək-çevir etdiyiniz zaman bu imtihandan neçə almısınız? Həmişə 5 almışam.
Bəs ətrafınızdakı insanların gözü ilə baxsaz? Onlar, ətrafdakı insanlar mən gələn səviyyəyə gələ bilsələr, onların haqqı var danışmağa. Bir müddət bundan öncə həmkarlarınız sizə qarşı qruplaşdılar. O an nələr yaşadınız? Mən, Günay xanım, sizə böyük hörmətim var. Mən o temaya qayıtmaq fikrində deyiləm. Çünki niyə? O mənlik deyil. Səndən çörək yiyələr, səndən istiqamət alalar, səndən tərbiyə alalar, sənə tərbiyəsi. Sonra sənə qarşı öz mövqilərini nankorluqdan dəyişələr, mən elə adamları sevmirəm. Yəni, o baxımdan o temaya qayıtmaq istəmirəm ki, bu idi sizin tərbiyəniz. Tərbiyəniz bu idi. Bu idisə niyə mənə deyirdiniz ki, mənə atalıq elə? Niyə mən sizi aparırdım Qubaya, Qusara, ora, bura, Lənkərana, Astarıya, Sumqayıta, sizin cibinizə pullar qoyurdum? Mən sizə qarşı nankör olmamışam. Siz mənə qarşı niyə nankorluq elədiniz? Sizi Leyliyə hazırlamışam, sizi Məcnuna hazırlamışam. Ad çəkməyəcəm. Adam kişi olar. Adam mərd olar, namərd olmaz. Aydındır. Bir də ki, mən sənə qurban oldum. Onların ifalarını mənim ifalarımla tutuşturun, qoyun tərəziyə. Qoyun, onlar bu ifaya yaxın dura bilərlər ya, yox. Bu da var axı. Mənim ifa etdiyim muğam dəstgahları və onların ifa etdikləri muğam dəstgahları. Qoyun ortalığa, millət qoysun, mənim işim yoxdur. Adamın əsəblərlə oynayan adamlar çoxdur indi. Aydındır. Səhvlər sizin üçün təkrarlanırmı? Mən buraxdığım səhvləri arxada qoyuram. Onlara qayıtmaq fikrində deyiləm. Olmayacağım da. Amma eyni situasiyaya düşürsünüz yəqin ki. Yenidən o səhvi təkrarlamış olursunuzmu? Yox deyərdim. Yox deyərdim. Səhvsiz insan olmaz. Səhvsiz insan qeyri-mümkündür. Amma öz səhvlərini düzəldə bilən insanların qiyməti azdır. Atlandın kəşkin daşdan, gəl ayağıma. Yaşmağın uçdu başdan, gəl ayağıma. Məhəbbət yoxmuş səndə, gəl ayağıma. Məhəbbət yoxmuş səndə, gəl ayağıma. Gözüm qurudu yaşdan, gəl ayağıma. Çox sağ olun. Təşəkkür edirəm sizə studiyaya gəldiyinizə görə. Mən də sizə təşəkkür bildirirəm ki, sizin bu kanalınıza hörmət əlaməti olaraq gəldim və sizlə həm söhbət oldum. Mənim ətraflı və məzmunlu verdiyiniz suallara ətraflı və məzmunlu cavablar verə bildimsə özümü xoşbəxt sayıram. Sağ olun, çox sağ olun. Dəyərli dostlar, diqqətiniz üçün təşəkkürlər. Ağçiçəyimə çox sağ olun deyirəm, göndərdiyi çiçək dəstəsinə görə. Geyimim X-Lady butikinə məxsuslu təşəkkürlər və məni bugün studiyaya bəziyib, hazırlayıb, yola salan Canan Beauty salona dərin təşəkkürümü bildirirəm. Gələn həftə yenidən qarşınızda olmağa ümid edirəm. Allah'a əmanət olun.